Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugün 100 adet kent cücemizi göstereceğim sizlere. Hem diğer Xarkov cücelerimizi de göstereceğim. Son vəziyyətlərin ve yerlerin değişikliği eləmişik, onu göstereceğim sizlere. Deməli dostlar, bunları aşağıda hinimiz var idi. Bura keçirdik. Çünkü kutuları bunlara darlıq eləyirdi. Hem de başımıza bunlarla bağlı da bir iki problemli məsələlər gəldi. Onlar haqqında da sizə danışacağım. Artıq son 3-4 gündür qutuları darlıq eləyirdi bunlara. Hətta bəzisində görə bilərsiniz ki, dırnaqları, ayaqlarının altı biraz nəcis toplayıb. Bəzisində fikir verirsiniz, ayaqlarında görə bilərsiniz həmin şeyi. Bunun da səbəbi oydu ki, yerləri darlıq eləyirdi. İstər-istəməz gündə 2 dəfə yerlərin dəyişməyimizə baxmayaraq belə hallar baş verirdi. Bu günləri artıq böyük yerə keçdik. Bunların heç bir problemi olmayacaq. Hələlik ki, bu yer bunlara artıqlaması ilə bəsdir. Geniş yerdir, qəşəng yerdir. Bunlarla bağlı biraz tələfat verdi uşaqlar. Deməli, Obşu Xarkovlarla, özümüzdə çıxan kənd cücələri ilə bərabər Obşum 150 dənə cücə idi, hamısı bir yerdə. Bunlardan deməli 12 dənəsi öldü. Səbəbi də bunları gətirdiyimiz ikinci günü biraz soyuğa verdik bunlara. İndi ya zəlzələdən ya vəlvələdən belə bir deyim var ha. Yəni soyuğa verdik qısacası bunları. Bir 12 dənəsini tələfat vermişik. Düzdür, saxlamışıq. İndi içində hələ bir-iki dənə zəif var. Məsələn, o cücə kimi, amma onların öləcəklərini artıq çox da düşünmürəm. İndi ölsələr də edəcək bir şey yoxdur. Amma şükür Allaha ki, dayanıb. Çünki görürsünüz ki, cücələrdə aktivlik yaranıb, özlərini tutublar demək olar ki. İndi hardasa Obşu Xarkovlarla bərabər, bunlarla bərabər hardasa bir 6-7 dənə biraz zəif kimi cücə var. Amma onlar dediyim kimi inşallah ki, ölməzlər. Öləcəklərini də düşünmürəm. 3 ya 4 dənə Xarkovlardan itki verdi. Çünki Xarkovlar gələndə soyuğa verilmiş cücələr idi uşaqlar. Onlardan tələfat verəcəyimi zaten düşünürdüm. Elə 3 ya 4 dənə tam sağ ola bilmirəm. 3 ya 4 dənə onlardan itki verdi. Geri qalanda bu 100 dənə aldığımız kənd cücələrimizdən itki verdi. İndi normaldır. Məsələn 150 cücənin içərisində 4-5 belə ölməyi normal sayıla bilərdi. Amma indi bizdə biraz 12 dənə artıq öldü. O da dediyim kimi Xarkovlar zaten soyuğa verilmiş cücələr idi bizə gələndə. Aldığım adam, atam getmişdi götürməyə. Aldığım adam bugünün cücələrdi demişdi, amma içində dünənin də cücələri var idi. Təsəvvür edin, yəni ki, dünəndən az qalmış, nə bilim soyuğa verilmiş cücələr idi. Biraz elə problem yaşadıq, amma sağlıq olsun, eybi yoxdur. Cücələr yerdə də belə 2 dənə 300'lü lamıskadır, bir dənə 150 lamıskadır. Bunun eni nə qədərdir desəz, hardasa bildiyim qədərindən 2 metreden biraz artıqdır. Elə uzunluğu da hardasa 1.80'dir. 2 metrenin 1.80'i falan yer olmalıdır. Tam olarak burada neçə cücə qalıb bilmirəm uşaqlar. Elə burada da hardasa bir 96-97 dənə cücə qalar yəqin ki, elə bir şeydir burada. Digərlərində yanında hardasa bir 40 neçə dənə də Obşu dediyim kimi 150 cücə idi. 12 dənəsinin itki vermişik. 150 cücədən, yox 151 cücədən 12 dənəsini itki vermişik, üzr istəyirəm. 151 cücədən 12 itki. Qabaqlarında başlanğıc broiler yemi, suları buradadır. Sularına oksitetraskrin filan qatıram. Dediyim kimi soyuq olmuş deyini, qarınları açılmışdı. Oksitetraskrinlə saxladım elə. Bir də qabaqlarında görərsiniz, deyirsiniz o nədir? Qumlu qrebildir o uşaqlar. O nə işə yarayır? Həm qarın ağrısına kömək edir, qarınlarının bərkiməyinə. Tam olaraq qarın ağrısına yox, dərman deyil ki, kömək edir. Prosta qarınlarının bərkiməyinə kömək edir. Məsələn, sulu nəcislər filan gedir. Onu qoyursunuz, nəcisləri artıq bərkiməyə başlayır. Qum filan da həm də torpaqda, qumda da hamısında bir vitamin olduğu üçün yeyirlər. Yəni normaldır. Vitamin çatışmazlığı olan heyvan neyinir? Gedir torpaq yeyir, qum yeyir. Ona görə o da yəni qumlu qrəbildə bunların daim qabaqlarına qoyuram. İndi inşallah ki, heç biri ölməz. Bundan sonra sağlam böyüdərik. Mən illərdir, artıq 3 ildir inkubatordan cücə almıram uşaqlar. Öz toyuqlarımın altından çıxardıram. Amma bu illəri qan dəyişikliyi olsun deyini, cücələri dəyişdirim deyini, ancaq öz toyuğumun, öz xoruzumdan ged-gedə cırlaşma baş verirdi. Qan dəyişikliyi olsun deyə inkubatordan cücə aldım. Amma inkubatordan cücə almaq biraz çətin məsələdir. Niyəsində deyim uşaqlar sizə. Sağlam heyvandan sağlam cücə almaq olur. Yəni sağlam heyvan sağlam yumurta verir, sağlam yumurtadan da sağlam cücə alırsınız. Bir de inkubatordan da çox şey asılıdır. Yəni çıxımından çox şey asılıdır cücələrin. Öz toyuğumdan çıxanda toyuq balasında heç belə problemlər yaşamıram. Amma bu inkubatordan alınan cücələrdə bəzən belə problemlər olur. Yəni bu ölüm halları falan olur. Elə xəstəliklərin çoxu da bu inkubatordan çıxan cücələrdə olur. Yəni bunun bir elmi açıqlaması yoxdur.
deyil. Sadəcə mən öz-özümə müşahidə etdiyim qədərlə bu belədir. Öz heyətimdən, öz toyuğumun, sağlam toyuğumun balasından, yumurtasından çıxartdığım, öz toyuğumun altında çıxartdığım cücələrin bambaşqa olurdu. Onlara xəstəlik falan da az gəlir. İndi qapını açdım, bunların biraz yeri soydu. Qapını bağlayacağım, çox uzun tutmağın adı yoxdur bunlara. Dediyim kimi son vəziyyətləri bulardır. Bu arada bugün ayın 22'sidir. Bu videonun bu akşam 22'si başka bir video paylaşacağım. Bu videonu artık bir neçə gün sonra sizlerle paylaşacağım. Bugün də 10-cu günləridir bunların. 10-cu günləri dediyim kimi. Ana da çox gözəl bunları sahiblənib. Şükür Allah'a ki gəzdirir. Ananı da çölə bıraxanda balaları beraber tutsun, bir yerdə gəzdirsin deyə yanlarına atmışam. Yəni ananın burada çox böyük bir rolu yoxdur. Dostlar, burada da hem Xarkovlarımız, hem ne bilim boynu tüksüz, Brahma, saqqallı, qarışıq qrupdur. Amma mən buralara artıq qarışıq qrup yox, əlillər qrupu deyirəm. Bu düzəmizin boynu əyilib uşaqlar, fikir verirsinizsə. Baxın, bu düzəmizin boynu əyilidir. Hanı o düzəmiz? Bu düzəmizin dimdiyi əyilidir uşaqlar. Onu da göstərim sizlərə. Hə. Bu özümüzdən çıxıb saqqallı düzələrdəndir. Baxın, dimdiyi belə əyridir. Hə, ona görə bunların adını əlillər qrupu qoymuşam. Qısacası, bunlar da əlillər qrupudur. Yenə bunların da qabaqlarında başlanğıc broiler yemidir. İndi bura köçürtdüm. Bunların təzə yeridir. 100 dənə düzəmiz bu qutudaydı. İndi artıq bunlar keçiblər bu qutuya. Sularını hələ gətirməmişəm, indi gətirəcəyəm. Bunların da içində bir zəif buduca qalıb, yəni bəlkə ölə bilər o cücədir. O da Brahmamızdır. Bir ədəd də içində Brahma var. Bunların da son vəziyyətləri, son durumları budur. Başqa bunlar haqqında deyəcək bir şeyim yoxdur. Dediyim kimi burada qarışıqdır. O 100 dənənin içində zəif olub gətirmişəm bura məsələn. Sonra Xarkovlardır. Daha sonra dediyim kimi 2 dənə boynu tüksüz cücə var. 100 dənə cücənin içindən çıxıb. Nə bilim, belə də, yəni qarışıq, hə, özümüzdən çıxan saqqallı cücələrdir, bunun içindədir. Bir dənə Brahma var, daha 2 dənə idi, biri öldü, biri qalıb. Bir dənə Brahma var. Qısacası belə, yəni bu cücələrimizin də son vəziyyəti, son durumu baxın belədirlər. Başqa da bunlar haqqında sizə nə deyim bilmirəm. Xarkovlardan da 3 dənəsi falan öldü, amma geridə qalanlar maşallah artıq sağlamdılar. Bunlara da geridə qalanlara bir şey olacağını düşünmürəm. Bir də bunlara Lasota vaksini almışam uşaqlar sularında. Lasotanı da sabah verəcəyim. Çünki bu Xarkovların sabah 11 günüdür. Kənd cücələrinin 10 gün, sabah da kənd cücələrinin 10 günüdür. Bunların da kənd cücələrinin 11 günüdür sabah. Bunların 10 günüdür sabah. Ama sabah verəcəm, yəni əsas olardı. 10 gün, 11 gün elə də fərqi yoxdur. Bir də 25 günündə verəcəm. Belə, bunların da son vəziyyətləri, son durumları belə. Bu arada mən heç vaxt Lasota vaksini verməmişəm. Bu il ilk dəfədir sınayıram, verirəm. İndi görək nə olacaq. İnşallah ki, xəstəliklərdən qoruyar. Çünki mən nə vaxt inkubatordan cücə almışam, bir aydan sonra inkubatordan gələn cücələrə xəstəlik düşür daimi. O xəstəlikdən qoruması üçün bir saç vaksini də iynə olaraq 2 ayından sonra vurulur deyə bu Lasota vaksinini istedim ki, bu illəri eləyəm. Həm sınamış olum, görüm necədir. Zaten yaxşıdır ki, hamı eləyir. Hem sınamış olum, hem de istedim verim ki, belki xəstəliklərdən qoruyar, xəstəlik falan düşməsin artıq bunlara. Belə. Bir de uşaqlar, unutmadan bu Xarkovlar haqqında danışım. Keçən dəfəki videomuzun altında yazanlar oldu ki, Xarkov elə cins deyil, o boş söhbətdir, elədir, belədir. Uşaqlar, yəni mən də zaten elə düşünürəm, sizin kimi düşünürəm. Yəni Xarkovların normal kənd toyuqlarından bir fərqi yoxdur. Yumurta verimi haqqında da ki, saxlayan bəzi insanlardan da öyrədiyim qədərlə həqiqətən də belədir. Yəni o reklam şəklində danışırlar, hər gün nə bilim yumurtanı yığıb yığışdıra bilməyəsiniz, elə belə. Yəni o cür deyil. Yəni normal kənd toyuğu nə qədər yumurta verirsə, onlar da o qədər verir. Amma niyə aldım? Bəs deyərsən ki, Xarkov toyuğunu niyə aldım? Birincisi özüm sınamaq üçün, özüm baxmaq üçün, özüm dəqiqləşdirmək üçün aldım. İkincisi də ki, görürəm ki, yəni o bir söz var, palaza bürün, ellə sürün. Görürəm ki, insanlar bu Xarkov toyuğunu çox istəyir də, yəni alırlar, çox həvəskar olan çoxdur da bu Xarkov toyuğunun. Ona görə mən də aldım ki, həm zaten mən sizlərə video öyrətirəm, bərabər şəkildə kanalımda bu Xarkov toyuqların həqiqətənmi o deyilən qədər çox yumurta verib vermədiyini sizlərin gözü qarşısında göstərim. Çünki Azərbaycanda heç bir YouTube kanalının bunu çəkib paylaşmır, saxlayıb göstərmir ki, həqiqətən bu belədirmi, belə deyilmi? Görək həqiqətən bu reklamlarda deyildiyi qədərmidir, yoxsa deyilmi? Ona görə bərabər sizlərlə baxaq.
həm də görürəm ki, çox izləyirlər də bu videoları. Mən də aldım ki, həm kanalımda izlənmə olsun, həm də mən də çəkim, paylaşım sizlərlə bərabər müşahidə edək ki, görək bunlar həqiqətənmi deyilən qədər çox yumurta verir, yoxsa ayda elə bir kənd toyuqlarından heç bir fərqi yoxdurmu? Onu sizlərlə bərabər bu kanalımda inşallah müşahidə edəcəyik, baxacağıq, görəcəyik nədir vəziyyət. Yəni alma səbəbim də budur. Yoxsa mən bunu mən Xarkov toyuğu almışam, cücələri almışam, bunlar elədir, belədir deyə mən heç vaxt tərifləmirəm. Çünki gözümlə görmədiyim şeyi, saxlamadığım şeyi heç vaxt tərifləmirəm. Ki öyrəndiyim qədərinə, maraqlandığım qədərinə də həqiqətən bunlar sadəcə bir reklamdır, şişirdilmiş reklamdır. Başqa belə bir özəlliyi yoxdur bunların. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olun, videoları bəyənməyi unutmayın. Yorum da yazsaz videolarıma sevinərəm. Təşəkkür edirəm hamınıza.